Hər vaxtınız xeyir, hörmətli izləyicilər. İndi isə mən sizə SUMIFS funksiyası və subtotal funksiyalarının necə istifadə edildiyini, necə yazıldığını izah etməyə çalışacağam. Biz burada satış şirkətinin cədvəlindən istifadə edirik. Konkret olaraq isə hesablamalıyıq ki, misal üçün Rauf Məmmədov təkcə Bakı şəhəri üzərində, Bakı şəhərində nə qədər satış əldə edib. SUMIFS funksiyasını yazırıq. SUMIFS funksiyası SUM funksiyasından şərtlərin sayına görə, daha çox olmasına görə fərqlənir. Əgər SUMIFS funksiyasında biz bir şərtdən istifadə edə bilirdiksə, SUMIFS funksiyasını 2 və daha çox sayda şərtlərdən istifadə edərək cəmləməni həyata keçirə bilirik. Deməli, açılmış pəncərədə sum range, yəni biz nəyin cəmini hesablamaq istəyirik, həmin xanaları qeyd edirik. Bizim halda bu satışlardır, ədədlərlə sayılır. Həmin xananı qeyd edirik. F4. Kriteriya range, yəni birinci kriteriyanın, birinci şərtin axtarıldığı xanalar çoxdur, yəni ərazi. Bizim halda bu, misal üçün, Bakı şəhərini biz birinci şərt kimi seçə bilərik. Məsələn, indi biz Rauf Məmmədov şərtini birinci şərt olaraq qeyd edəcəyik. Yəni, fərqi yoxdur. Sıranı poza bilərik, yəni, belə deyim. Hansını istəyirsə, onu qeyd edə bilərik. Bizim halda Rauf Məmmədov şərtini axtarırıq satış menecerləri bölməsində. Şərtin özünü qeyd edirik. İkinci isə kriteriya range, yəni ikinci şərtin, yəni bizim halda bu Bakı şərtidir. İkinci şərtin axtarıldığı region sütunu, həmin sütunun özünü qeyd edirik. F4 funksiyası, yəni absolut olaraq qeyd edirik ki, yəni funksiyanı tamamladıqdan sonra onu aşağı çəkdikdə həmin ərazi absolut olaraq qeyd olunsun. Və ikinci şərtin özü. İkinci şərti biz başqa cür qeyd edə bilərik. Yəni, misal üçün, Bakı sözünü dırnaq içərisində yaza bilərik. Bakı. Və yaxud Bakı sözünün yazıldığı hər hansı bir xananı absolut olaraq qeyd edə bilərik. Fərqi yoxdur. Hər ikisində deməli nəticə eyni olacaq. Və OK düyməsini sıxırıq və Enter düyməsini sıxırıq. 187. Yəni SUMIFS funksiyası bizə hesabladı ki, Rauf Məmmədov Bakı şəhərində 187 sayda satış etmişdir. Bunu biz yoxlayaq, görək həqiqətən də doğrudur yoxsa yox. Əvvəlcə cədvələ filtr verək və SUMIFS subtotal funksiyasından istifadə edək. Sətr əlavə edirik. Bərabərdir subtotal. Deməli, subtotal bizə bir neçə sayda funksiya təklif edir. Bizim halda bu sum funksiyasıdır, yəni cəmləmə. Onun qarşısında 9 rəqəmi yazılır. Biz də 9 rəqəmi yazırıq. Vergül işarəsi və hansı ərazidə cəmləməni aparmaq istəyiriksə, həmin xanalar çoxluğunu, həmin ərazini, həmin sütunu qeyd edirik və Enter düyməsini sıxırıq. Filtrdən istifadə etsək, yəni filtr versək, yəni ancaq Rauf Məmmədovların əks olunmasını istəsək və Bakı şəhərini seçsək, digər filtrdən, görərik ki, Rauf Məmmədov Bakı şəhərində 187 sayda satış edib və bunu subtotal funksiyası hesablaya bilir. SUM funksiyası isə dəyişməz olaraq qalır. Yəni, subtotal funksiyasının üstünlüklərindən biri budur ki, filtrdə, yəni əks olunan sahədə biz cəmləməni yerinə yetirə bilirik. Və SUMIFS funksiyası da görürük ki, həqiqətən də doğru hesablayır. Bunları biz başqa rənglə qeyd edək ki, bizə daha aydın olsun. Deməli, SUMIFS funksiyasının mahiyyəti ondan ibarətdir ki, SUMIFS funksiyası, birinci şərti, yəni Rauf Məmmədov şərtini axtarır satış menecerləri sütununda, onları tapır, Rauf Məmmədov, həmçinin bunlar, Rauf Məmmədov. İkinci şərti isə region sütununda
yalnız Bakı şərtlərini axtarır və tapır. Onları qeyd edir, onların qarşısında olan ədədləri toplayır. Yəni misal üçün burada Rauf Məmmədov, Sumqayıt bunu toplamır. Çünki ikinci şərti tapmır burada. Bütün hər iki şərt üst-üstə düşdükdə, tapıldıqda onların qarşısında olan rəqəmləri toplayır. Biz yəni burada istənilən sayda gördüyümüz kimi aşağı indirir. Yəni maksimum sayıya baxsaq 127 sayda şərt yaza bilərik SUMIF funksiyasına. Yəni bizim halda biz iki şərtdən istifadə etdik. Eyni zamanda biz bunu misal üçün yalnız Gəncə şəhərində nə qədər satış məbləği olduğunu hesablayaq. SUMIF hesablamanın aparıldığı ərazi xanalar çoxluğu birinci şərtin axtarıldığı ərazi burada vergül işarəsi yazmalıydım, ona görə Excel bizə səhv olduğunu bildirdi. Deməli kriteriya range birinci şərtin axtarıldığı bölmə vergül F4-nə F4 yadımızdan çıxdı 4 ikinci şərtin özü üçüncü şərtin axtarıldığı ərazi regionlar üzrə axtarış edəcəyik və ikinci şərtin özü. Burada biz Gəncə sözü yazılmış hər hansı bir xananı seçə bilərik, absolut olaraq. Yenə deyim, xananın absolut olaraq qeyd olunmasının mahiyyəti ondan ibarətdir ki, biz funksiyanı tamamladıqdan sonra funksiyanı aşağı sağ küncündən tutub aşağı çəkdikdə, yəni xananın axtarışı, tutaq ki, burada biz Gəncəni absolut olaraq qeyd edirik. Bütün xanalarda Gəncə sözünü axtarırsın. Əgər biz onu qeyd etməsək, bu avtomatik olaraq xanalar üzrə funksiyanı aşağı düşdükcə, burada da axtarılan Gəncə düşəcək. Burada yenə Gəncəni axtaracaq. Üçüncüdə isə Bakını axtaracaq. Yəni bizə düzgün informasiya hesablamayacaq. $887. Yəni Rauf Məmmədov Gəncə şəhərində 887,17 manat məbləğində satış edir. Bunu yoxlayaq biz filtrdən və subtotal funksiyasından. Deməli filtr veririk Rauf Məmmədov və Gəncə. Və gördüyümüz kimi məbləğ 887 manat 17 qəpik. Burada da həmçinin biz verə bilərik. Budur 887 manat 17 qəpik.